Sual 1. Kəsirini sadələşdirin deyir. Uşaqlar, kəsiri sadələşdirmək üçün o kəsiri ixtisar eləmək lazımdır, düzdürmü? Bəs biz bu kəsiri necə ixtisar eləyək? Qüvvət üsləri fərqli olsa da əsaslar eyni olanda biz onu ixtisar eləyə bilirdik. İndi surətdə əsasın biri 24-dür, biri 5-dir. Məxrəcdə isə əsas 120-dir. Bir dənə diqqətlə fikir versəz, 24'ü 5'e vuranda 120 edir. 24 üstü 3'in çıxılsın 1, vurulsun 5 üstü 3'in üstə gəl 2. Məxrəci 120'ni 24 vurulsun 5 yazıram. Çünki 24'ü 5'e vuranda 120 edir. Üstü 3'in plus 1 yazsaq. Surəti olduğu kimi yazıram. 3'in çıxılsın 1. Kim qalıb ki? Ha, 100. Aha. 24 üstü 3n minus 1 vurulsun 5 üstü 3n plus 2 məxrəcdə də hasili qüvvətə yüksəldəndə hər bir vurğu qüvvətə yüksəldirdikdə axşamın xeyir Yusuf. Görünür? Salam Xədicə. Salam axşamın. Görə bilirsiniz Yusuf, Xədicə? Yaxşı, elə birinci sual deyil, hələ heç nə keçməmiş. Birinci sual. Demək uşaqlar, 120'nin əvəzinə 24 vurulsun 5 yazdım və hasili qüvvətə yüksəltmək üçün hər bir vurğu qüvvətə yüksəltmək lazımdır. Biz bunu bilirik. Burada indi bu biraz səliqəsiz oldu. Üstəgəl 1. Kəsirləri indi ixtisar eləyə bilərik. Bax, 24 əsasları 24 olanları 1 ixtisar eləyə bilərik. Əsasları 5 olanları 1 ixtisar eləyə bilərik. Və bundan əvvəl demişdik, qüvvətləri ixtisar eləyəndə üstü kiçik olana ixtisar eləyirdik. Tutaq ki, burada məsələn 3 üstü 5, məxrəcdə 3 üstü 7-dirsə, mən sürət və məxrəci 3 üstü 5-ə ixtisar eləyirəm. 3 üstü 5-i 3 üstü 5-ə böləndə sürətdə 1 qalır. Məxrəcdə 3 üstü 7-ni 3 üstü 5'e böləndə əsas olduğu kimi qalırdı, üstlər çıxılırdı. Bu da 3 üstü 2 qalırdı və bunun cavabı 9'da 1 eləyir. Bu da eynidir. İndi 24'lərə fikir versək, bax bu 24'ün üstü 3n plus 1'dir. Yuxarıdakı 24'ün üstü 3n çıx 1'dir. Bunlardan hansı böyükdür? 3n çıx 1, 3n üstə gəl 1 böyükdür. Yəni biri var 3n üstünə 1 gələrsən, biri var 3n'dən 1 çıxasan. 3n üstə gəl 1 daha böyükdür. Onda mən 24 əsaslarını 3 üstü 24 üstü 3 üstü n çıxılsın 1'ə ixtisar eləyəcəm. Onda surətdə qalacaq 1. Məxrəcdə indi 24 üstü 3n plus 1'i 24 üstü 3n minus 1'ə böləcəm ixtisar eləyəndə. Əsas olduğu kimi qalacaq, üstlər çıxılacaq. 3n plus 1 çıxılsın 3n minus 1. Və mötərizənin qarşısında çıxma işarəsi olduğuna görə işarələr dəyişəcək. 3n plus 1 çıxılsın 3n üstə gəl 1 olacaq. 3n'lər islah olunacaq. 24 üstü 2 qalacaq. 5 üstü 3n üstə gəl 2 ilə 5 üstü 3n üstə gəl 1'i də 5 üstü 3n üstə gəl 1'ə ixtisar eləyəcək. Məxrəcdə 1 qalacaq. Surəti də 3n üstə gəl 2'dən elə bir ki 3n üstə gəl 1'i çıxanda 5 üstü 1 qalacaq. O da eləyəcək 5. Bu da bərabərdir. Surət 1 dəfə 5'in 5. Məxrəc isə 24'ün kvadratı 576. Onu da 1'ə vuranda 576 olacaq. Doğru cavab 576'da 1 etmiş olacaq. Başa düşdünüz uşaqlar? Sadəcə burada 120'ni 24 bölü 5 yazıq. Əsasları ünvanları ixtisar eləmək olar. Təbii ki, qüvvət üstü kiçik olana ixtisar edirik də, böyük olanı eləmirik. Sonra ikinci suala baxaq. Birinci sual oldu. Demək, mövzu sınağı hansı idi bu? 576'da neçə tapdıq onu? 576'da 5 A bəndi. İkinci sual. Natural ədədi 24'ə böldükdə qalıqda 18 alınarsa,
bu ədədin 6-ya bölünməsindən alınan qalığı tapın deyir. Sonra bunu 2 yolla yazmaq olar. Ya konkret bir ədəd deyin. Yəni elə bir ədəd tapmalıyıq ki, 24-ə böləndə qalıqda 18 qalsın. Yəni bir ədəd 24 24-ə bölünür, onun üstünə 18 yazsam 18 qalıq olur. Məsələn 42. 42 ədədini 24-ə bölsəm bir dəfə düşər, qalıq qalar 18. İndi həmən bu 42 ədədini deyir 6-ya bölünməsindən alınan qalığı tapın. 42-ni 6-ya bölsəm 7 düşər, qalıq qalar 0. Bir yolu budur. Yəni bir ədəd demək. Ya da ki dəyişən ilə yazaq. Məsələn, natural ədəd olsun n. Deyir, natural ədədi 24-ə bölsək, böldüm 24-ə. Tutaq ki, x düşdü, qalıq da qaldı 18. Biz qalıqlı bölmədə bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlirik. Mən buradan ədədi, həmin n natural ədədini tapmaq üçün 24-ü x-ə vurub üstünə 18 gəlmək. Yəni, mənim o dediyim natural ədəd 24x plus 18 oldu. İndi bu ədədi 6-ya bölsək qalıq nə qalar? 24x üstə gəl 18 ədədini bölürəm 6-ya. Və burada 24x plus 18 ədədində 6-nı ortağa vuruq çıxarsam 4x plus 3 qalacaq. Məxrəcdə də 6. Və gördüyünüz kimi 6-lar ixtisar getdi. Yəni bu ədəd 6-ya bölündü. 4x plus 3 qaldı. Qalıq yenə də 0 olmuş oldu. Belə də demək olar. Konkret ədədlə də demək olar. Amma ədədlə demək daha rahatdır. Yəni eyni qaydadır. Ümumi qaydası məhsullarla həll eləməkdir. Sonra 3-cü məsələyə baxaq. Malın satış qiymətinə 20% endirim edən satıcı 20% gəlir əldə edərsə, malın satış qiyməti maya dəyərindən neçə dəfə çox olar? Maraqlı bir məsələdir. Məsələni tam başa düşməniz üçün bir-iki şey deyim. Tutaq ki, bir satıcı gedib bazardan məsələn 20 manata bir əşya alıb. O əşyanı gətirib mağazaya qoyub 30 manata və yazıb üzərinə ki, nağd alışda məsələn 5 manat endirim eləyirik, 25 manata satırıq. Və nəticədə onu 25 manata satsa belə bazardan 20-yə almışdı axı. 5 manat gəlir əldə etdi. Amma onu alan alıcı 5 manat endirimlə aldı. Düşündü ki, endirimə düşüb aldı. Amma satıcı yenə də qazandı. Yəni, bazardan malı alır. Onun üzərinə bir xeyli məbləğ qoyur. Sonra müəyyən faiz endirir. Və bu reklam kimi də. Müəyyən faiz endirsə belə yenə də qazanır. Tutaq ki, satıcı bazardan malı neçəyə alıb bilmirəm. Malı 100 manata qoyub satışa. Və yazıb ki 20% endirim eləyəcəm. 100 manatı 20% endirsək, 100 manatı 20% endirsək, o olacaq 80%-ə düşəcək də. 20% endirəndə 80%-ə. 100-ü vururam 80-ə, bölürəm 100-ə və məhsulu satmış olacaq 80 manata. Amma bu satıcı 80 manata satsa belə 20% yenə bunun xeyri var. Yəni malın alış qiymətindən 20% yenə baha satıb. Onda malın alış qiymətini bilmirik, amma bilirik ki 20% gəlir əldə edib. Deməli 120%-ə satıb bunu, 120%-i 80 manata satıb. Onda mən nə edirəm? 80-i bölürəm 120-yə, faizinə görə ədədi tapmaq üçün ədədi bölürük, faiz göstərəndə vururuq 100-ə. Bunlar ixtisar getdi. 80 ilə 120 ixtisar gedir 40-a. Eləyir 3-də 2. 100-ə də vuranda olur 3-də 200. Bu 3-də 200 malın maya dəyəridir. Maya dəyəridir. Mal amma neçəyə satır? 100 manata. Deyir, satış qiyməti maya dəyərindən neçə dəfə çox olar? 100 manat satış qiymətidir. Bunu böləcəyik maya dəyərinə. Yəni 3-də 200-ə. Və 100-ü 3-də 200-ə bölmək üçün 100-ü 200-də 3-ə vuracam, tərs vuracam. 100 ilə 200 ixtisara geçsək,
məxrəcdə 2 qalacaq, surətdə 3 qalacaq. Və 2-də 3-ün də cavabı 1,5 dəfə baha olmuş olacaq. Yəni 1,5 dəfə baha olması 50% baha olması deməkdir. Yəni malın satış qiyməti maya dəyərindən 1,5 dəfə baha oldu. Sonra keçdik 4-cü misala. Tənizçilər sistemindən x və y hasilini tapın. Bu sistemi biz toplama üsulu ilə həll eləsək nəticə vermir. Çünki toplayıb əmsalları yoxlaya bilmirik. Ya əvəz etmə üsulu ilə eləməliyik, ya da başqa nəsə düşünməliyik. Və bizdən x, y hasilini soruşur. X, y hasilini soruşduğuna görə orada mən x-i ayrı, y-i ayrı tapmayacağım. X və y-i birlikdə tapacağım. Yuxarıdakı birinci tənliyə fikir versəz, orada birincinin ikinciyə hasilinin 2 misli olsaydı, o tam kvadrat olardı. Yəni x kvadratı nəyin kvadratıdır? X-in 4y-də 2y-in kvadratıdır. Bunların hasili eləyir 2xy, 2 misli eləyir 4xy. Gəlin ora birinci tənliyin sağından və solundan 4xy çıxaq. Onda nətər olacaq? X kvadratı çıxılsın 4xy, üstə gəl 4y kvadratı bərabərdir 61 çıxılsın 4xy. Niyə mən bunu elədim? Çünki hər tərəfdən 4xy çıxsam, yuxarıdakı ifadə birinci tənlikdir. X çıxı 2y-in mötərizə kvadratını verəcək. Və aşağıda x çıxı 2y-in cavabını verib, aparıb yerinə qoysam, mənə xy qalacaq, onu da tapacaq. Aşağıda da x çıxı 2y bərabər -1-dir. İndi fikir verin, yuxarıdakı tənlik x çıxı 2y-in mötərizə kvadratı bərabər də 61 çıxılsın 4xy oldu. Aşağıdakı x çıxılsın 2y bərabər də -1 oldu. Və x çıxılsın 2y -1-i gətirib yuxarıdakı tənlikdə yerinə qoysam, onda nətər olacaq? -1-in kvadratı bərabər də 61 çıxılsın 4xy. 61 çıxılsın 4xy bərabərdir. -1-in kvadratı 1 eləyir. 4xy tapmaq üçün 61-dən 1-i çıxıram, 60 qalır. Və xy bərabərdir. 60-ı 4-ə bölürəm, 15. Bizdən də elə xy soruşurdu. Onu da cavab elədi, 15. Sonra keçirik 5-ci sual. ABC və BYD üçbucaqları üçün AB ilə BD bərabərdir. Bucaq A ilə bucaq D bərabər olarsa, şəkilə əsasən x kvadratı üstə gəl, y kvadratı cəmini tap. İnşallah biz üçbucaqların oxşarlığını keçməmişik. Gəl onu bir izah verim. Deməli, tutaq ki, birinci üçbucaq olsun, bu da ikinci üçbucaq olsun. Məsələn, bir üçbucağın bir bucağı alfa, bir bucağı beta, bu bir üçbucağında bir bucağı alfa, bir bucağı beta olsa. Bir üçbucağın iki bucağı, o bir üçbucağın iki bucağı ilə kongruentdirsə, yəni bərabərdirsə, onda deyirik ki, bu üçbucaqlar oxşardır. Və üçbucaqların oxşar olmağı nə deməkdir? Məsələn, deyək ki, birinci üçbucağın tərəfi 3, 4, 5-dirsə, bu üçbucağın hər bir tərəfini 2 dəfə artırsam, olacaq 6, 8, 10. Onda bax, birinci üçbucaq, bu üçbucaqlar bir-birinə oxşar sayılır. Yəni, oxşar üçbucaqların, 6-nı 3-ə böləndə 2, 8-i 4-ə böləndə 2, 10-u 5-ə böləndə 2. Oxşar üçbucaqların uyğun tərəflərinin nisbəti bərabər olur. Yəni, sadəcə o fiqurlar elə bir ki, fiquru bütün tərəflərini bir neçə dəfə böyütürsən və yaxud da kiçildirsən. Yəni, bunun bir bucaq alfa, bir bucaq beta olsa, üçüncü bucaq qamma olsa, avtomatik o birinin də üçüncü bucağı qamma olacaq. Birinci üç bucaqda alfanın qarşısında duran tərəf var, ha, bu tərəf. Uyğun gəlir o biri üç bucağın alfasının qarşısında duran tərəfə. Bura uyğun gəlir. Beta'nın qarşısında duran tərəf, o biri üç bucaqda beta'nın qarşısında duran tərəf uyğun gəlir. Bu qammanın qarşısında duran tərəf də, o biri üç bucaqda qammanın qarşısında duran tərəfə uyğun gəlir. Yəni, bu tərəflərə üç bucaqların uyğun tərəfləri deyilir. Və
birinci üçbucaqla ikinci üçbucaq oxşardırsa, onda uyğun tərəflərin nisbətləri bərabər olur. Məsələn, alfanın qarşısı A, betanın qarşısı B, qammanın qarşısı C olsa, bu birində də alfanın qarşısı A1, betanın qarşısı B1, qammanın qarşısı C1 olsa, onda A'nın A1-ə nisbəti bərabər olmalıdır B-nin B1-ə nisbəti. O da bərabər olmalıdır C-nin C1-ə nisbəti. Oxşarlıq əlamətidir bu. İndi burada 5-ci məsələ ona uyğundur deyə mən sizə bunu dedim. Burada 2 dənə üçbucaqdır. A, B, Y, D, C. Buranı verib 4x çıxılsın 2y. Buranı verib 2x üstəgəl y. Bura bərabərdir. Bura 10'dur. Burada 4'dür. Və bu bucaqla bu bucaq da bərabərdir. Baxın uşaqlar, A bucağı ilə D bucağı bərabərdir və burada bu iki tərəfdə, bu tərəflə də bu tərəf bir-birinə bərabərdir. Və buradakı bucaqlar, o şəkil biraz əyri düşüb, amma o düz xətlər, elə bil ki bu C-Y düz xətdir, C-dən Y-yə gedən düz xət qırılmır. Orada biraz elə bir əyilib, amma o düz xətdir. Demək, buradakı bucaqla da buradakı bucaq qarşılıqlı bucaq olduğuna görə bərabər sayılır. Demək, bu ABC üçbucağı, soldakı üçbucağın 2 dənə bucağı tutaq ki, bu bucaq alfa, bu bucağı betadırsa, bursunda da bura alfa, bura beta olacaq. Çünki A ilə D-nin kongruent olduğunu kitabda verib və betalarda qarşılıqlı olduğuna görə kongruentdir. Onda üçüncü bucaqların da payına qamma qalır. Və biz dedik ki, bir üçbucağın iki bucağı, o bir üçbucağın iki bucağının eynidirsə, demək ki, bu üçbucaqlar oxşarsa, oxşardırsa, uyğun tərəflərin nisbəti bərabər olur. İndi birinci üçbucaqda alfanın qarşısında 2x üstəgəl y durub. 2x üstəgəl y. Bunun o biri üçbucağın alfasının qarşısındakına nisbəti olacaq. Alfanın qarşısında 10 durub. Ona nisbəti bərabər olacaq. Burada sonra betanın qarşısında 4x çıxılsın 2y dayanıb, o birisində betanın qarşısında 4 dayanıb. Bu şəkildə yazılır. Sonra çarpaz vurub tənasibi həll eləməliyik də. 4'ü vursam 2x plus y eləcək 8x üstəgəl 4y bərabərdir. Onu vursam olacaq 40x çıxılsın 20y. Sonra y''ləri bir yığaram, x''ları bir tərəfə, 4y üstəgəl 20y, 20y sola keçirdirəm, 40x 8x'i sağa keçirdirəm. 24y bərabərdir 32x. Hər tərəfi ixtisar eləsəm 8'ə, 3y bərabərdir 4x tapmış olacaq. Bunu bir yerə qeyd edək. 3y bərabərdir 4x. Bunu qeyd elədik. Və qammaların qarşı tərəfləri bir-birinə bərabər. Onda bu AB-nin də, uşaqlar, AB-nin də BD-yə nisbəti 1'ə bərabər olmuş olur. Onda bu tərəfin AB-nin BD-yə nisbəti 1'dirsə, bütün tərəflərin nisbəti 1 olmalıdır. Onda bu üçbucaqlar kongruent üçbucaq olmuş olur. Yəni, uyğun tərəflər bərabər olur. Burada alfanın qarşısında 2x plus y dayanırdı. O birisində alfanın qarşısında 10 dayanırdı. Yəni, 2x plus y 10'a bərabərdir. 4x çıxılsın 2y isə 4'ə bərabərdir. Biz bunu sistemlə həll eləməliyik. Çünki bax, burada göstərib, AB-ni görürsünüz, bu tərəflə BD tərəfi kongruentdir. Və oxşarlığa görə onların nisbətini yazanda 1 eləyirsə, onda bu tərəfində bu tərəfə nisbəti 1 eləməlidir. Onun da 2x plus y nisbəti 1 eləməlidir. Nisbəti 1 eləyən ədədlər bərabər olmalıdır.
İndi bunu yuxarıdakını 2'yə vursam, 4x üstə gəl 2y bərabər 20. 2'yə vurdum ki, aşağıdakı ilə əmsalları əks olsun. Toplayıram, 8x bərabərdir 24, x bərabərdir 3. X'i tapdım 3. Aparıram birinci tənlikdə yerinə qoyuram. 6 üstə gəl y bərabərdir 10. X'in yerinə 3 qoydum, 2 də 3 6. Y bərabərdir 4. X kvadrat plus y kvadratı 3'ün kvadratı üstə gəl 4'ün kvadratı bərabərdir 5'in kvadratı. O da 25 eləyəcək. Doğru cavab olacaq D bəndi. Sınaq 5. Sonra getdik 6-cı suala. Venn diaqramıdır. Burada Venn diaqramında deməli yazıb ki A ilə B'nin fərqi bərabərdir x kvadratı plus 5x. Bilirik ki n çoxluğun elementlərinin sayıdır. Yəni A-nın B-dən fərqi x kvadratı plus 5x dənədir. Bilmirik də bu neçədir. Məsələn, n A ilə B-nin fərqi bərabər 10 yazısında deyirik ki, A-nın B-dən fərqli olan 10 dənə elementi var. N o sayı göstərir. İndi burada da A-nın B-dən fərqi x kvadratı plus 5x-dırsa, yəni bu sayı göstərir. Sonra kəsişməsini də verib, B-nin A-dan da fərqini verib. Bu B-nin A-dan fərqinin sayı, bu A-nın B-dən fərqinin sayı, bu ortadakı da A ilə B-nin kəsişməsidir. Və bir də fikir verin, A ilə B-nin birləşməsi 37-dir. Birləşəndə nə edirdik? Hamısını yığırdıq bir yerə. Və bunlar say olduğuna görə, üçü də bunlar saydır. Və birləşmənin də 37 elementi varsa, mən bu aşağıdakı dairənin Venn diaqramında olan sayları toplasam 37 eləməlidir. Yəni x kvadratı üstə gəl 5x, üstə gəl 5x çıxılsın 5, üstə gəl 4x minus x kvadratı. Bunların cəmsi 37 eləməlidir. Burada x kvadratları islah olunur. 5x, 5x, 10x, bu da 4x, 14x eləyir. Bunlar üçü oxşardır. Çıxılsın 5 bərabərdir 37, 14x bərabərdir 5 keçir 37-nin yanına 42, x bərabərdir 42 bölünsün 14, x bərabərdir 3. X'i tapdım 3. Deyir A ilə B-nin fərqinin sayı, A ilə B-nin fərqinin sayı x kvadratı plus 5x-dir. Və mən x-i 3 tapmışam. Olacaq 3'ün kvadratı üstə gəl 5 vurulsun 3. 9 plus 15 bərabərdir 24. Doğru cavab olmuş olur C. Sonra keçirik 7-ci suala. A və B paralel olarsa x-i tapın. Aha. Bu B, bu da A. Bu B düz xəttini biraz uzadıram bu tərəfə. Bu şəkildə A-nı da uzadıram. Bunlar bir-birinə paraleldir. Buranı 4x verib, buranı 5x plus 50 verib, buranı da 120 verib, x-i soruşur. Görə nə edə bilərim? İnşallah bu xətti bax, qara ilə, biraz qara ilə göstərirəm. Uzadıram axıra kimi və bura olur 4x. Çünki 4x ilə bu 4x çarpazdır. A ilə B paraleldir axı. Sonra bura var, 120'nin sol tərəfi 120'nin qonşusudur. Orada nə qədər eləyir? 60 dərəcə. Düzdür? Və üçbucağın xarici bucağının xassəsi keçmişdi ki, tutaq ki bu bucaq alfa, bu bucaq beta, bu bucaq qammadırsa, demişdi üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni alfa ilə betanın cəmi bizə verir qammanı. Həmən bu şəkildə də bir dənə fikir versəz, xarici bucaq hansıdır? Göstərirəm. Bax 5x plus 50 xarici bucaqdır və 4x ilə 60 da ona qonşu olmayan daxili bucaqlardır. Deməli, o ikisinin cəmi 4x plus 60 bərabərdir 5x plus 50. Münasibəti ödənir. Demək,
4x çıxılsın 5x bərabərdir 50 çıxılsın 60. 60'ı sağa, 5x'i sola, mənfi x bərabərdir mənfi 10, x bərabərdir müsbət 10. Mənfiləri atdım getdi. Və biz bunu bu şəkildə yazdıq. Düsturdur öyrənmişdik, yadınızdadırsa. Demək o düstur bu xassiyə əsasən ödənilirmiş. Bura alfa, bura beta, bura gamma olanda alfanın üstünə beta gələndə gammanı verirdi. Bu düsturu öyrənmişdik. Şimdi burada cavabı tapdıq 10. Doğru cavab olmuş oldu 10. B bəndi. Sonra 8-ci suala baxaq. Şala səsim gəlir. Sakitçiliydiniz. Bəli. 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 Yaxşı. Kim nəyə başa düşməsə çağırsın məni. Soruşun. Təkrar deyil. Demək biz burada 2 dənə düzbucaqlı üçbucaq görürük. AB ilə BC perpendikulyardır işarəni 90 dərəcə işarəsini verib. BC ilə CD perpendikulyardır işarəni verib. BC 12-dir. B'dən C'yə bütöv 12-dir. AD 15-dir. CD bərabərdir 2AB. Deməli, CD bərabər 2AB o deməkdir ki, mən AB-yə x desəm, CD onda olacaq 2x. Çünki CD AB-nin 2 qatıdır. Burada deməli, bu bucaq alfadırsa, bu bucaq da alfa olur. Çünki bunlar qarşılıqlı bucaqlardır, bərabərdir. Və B bucağı ilə də C bucağı eynidir. Və bayaq dedik ki, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına konqruentdirsə, bu üçbucaqlar oxşardır və oxşarlığın buna BB əlaməti deyilir. Yəni bucaq-bucaq əlaməti. Demək bu üçbucaqlar oxşardır. Oxşardırsa, birincinin tərəflərinin ikincinin uyğun tərəflərinə nisbəti eyni olmalıdır. Bax, CD AB-nin 2 qatıdırsa, onda bu sağdakı üçbucaq var, ha, baba bu üçbucaq. Onun bütün tərəfləri, bu balaca üçbucağı, bu birinin tərəflərinin 2 qatı olmalıdır. Gör, alfanın qarşısında x dayanır, o birisində alfanın qarşısında 2x dayanır. İndi bunun C bucağı 90'ın qarşısında duran tərəf var, ha. Bu, deyə göstərirəm, bax, bu tərəf, bu birisinin 90'ın qarşısında duran bu tərəfin 2 qatı, 2 misli olmalıdır. Və A'dan D'yə nə qədər verib? 15 verib AD'ni kitabda. Deməli 15'in 10'u bura düşür, 5'i bura düşür. Sonra BC'ni isə 12 veribsə, BC haradır? Bax, A'nın qarşısı. Onda bunun 8'i bura düşür. 4'ü də bura düşür. 2 qatına da bu şəkildə qeyd edilir. Bizdən AB-ni soruşur. Pifagor teoreminə görə tapa bilərik də. X-in kvadratı üstə gəl 4'ün kvadratı bərabərdir 5'in kvadratı. Buradan da x bərabərdir 3 tapmış olacaq. 25'dən 16 çıxan 9, x bərabərdir 3. Doğru cavab olur E. Oxşarlığı hələ biz keçməmişik. Amma keçəndə başa düşəcəksiniz daha yaxşı. 9-cu sual. Müəllim, fiqurlar dərsində oxşarlığı keçəcək. Yox, fiqurların sahəsindən sonra fiqurların oxşarlığı gələcək. Üçbucaqların oxşarlığı biz onda keçəcək. 9-cu məsələyə baxaq. 5x kubu üstə gəl m çıxılsın n mötərizə kvadratı üstə gəl 9 çoxhədlisinin sərbəst həddi 51'dir. M kvadratı üstə gəl n kvadratı 16 olarsa m'in hasilini tap. Uşaqlar, burada m və n parametrlərdir deyir. Yəni parametr isə m və n də ədəddir. Və m və n də ədəddirsə, deməli onlar da sərbəst həddə aiddir. Çünki məchul deyil də, parametrlər ədəd sayılır. Onlar da sərbəst həddə aid olur. İndi mən o m çıxılsın n-i bir mötərizədə yazıram. Elə bir ki, bu 5x kubu mənim birinci ifadəm, m çıx n də ikinci ifadəm olsa, 2 ifadə cəminin kvadratı necə açılır? Birincinin kvadratı. 5x kubunun kvadratı. Üstə gəl. Birincinin ikinciyə hasilinin 2 misli. Üstə gəl ikincinin kvadratı. Mən ikinciyə m çıx n dedim.
Üstəgəl 9-dakı yerində. Belə bir çoxhədli aldım. Və indi burada birinci həddə məhsul varsa bu sərbəst hədd deyil də. X varsa məhsulu var. Bu sərbəst hədd deyil. İkincidə də bax burada da X iştirak edir. Bu da sərbəst hədd deyil. Amma axırıncı M çıxılsın N-in mötərizə kvar plus 9-a bir dənə fikir versəz, bu sərbəst həddir. Çünki M və N parametrdir, ədədlərdir. Və deyək ki, sərbəst həddi 51-dir. Yəni M çıxılsın N-in mötərizə kvadratı üstəgəl 9-un cavabı 51 olmalıdır. Bir də M kvadratı üstəgəl N kvadratını 16 verir. Baxın, gəlin bunun açılışını yazaq. M kvadratı çıxılsın 2M-in üstəgəl N kvadratı üstəgəl 9 bərabər də 51 yazıram və M kvadratı üstəgəl N kvadratı 16 olduğuna görə bunların ikisinin əvəzinə 16 yazsam, 16 çıxılsın 2M-in üstəgəl 9 bərabər 51, 16 9 25 çıxılsın 2M-in bərabərdir 51, 2M-in bərabərdir. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxıram. 25-dən 51-i çıxıram. Mənfi 26 qalır. MN bərabərdir. Mənfi 26-nı 2-yə bölürəm. Mənfi 13. Məndə də MN-i soruşur. Tapdım, mənfi 13 doğru cavab oldu. A. Maraqlı bir məsələdir. Sadəcə sərbəst həddi görmək lazımdır. Yəni, bunun sərbəst həddi hansıdır? M və N parametr dediyinə görə onlar sərbəst hədd sayılır. 10. Kəsrinin kök altı 3 çıxılsın 1-ə hasilini tapın. Gəlin tapaq. Deməli 4 üstəgəl 2 kök altı 3 kök altı 3 plus 1 vurulsun kök altı 3 çıxılsın 1. Bu şəkildə yazdıq. İndi kök altı 3 çıxılsın 1 kəsrə vurulanda əlbəttə ki, sürətə vurulacaq. Məxrəcə vurulmur. Məxrəc olduğu kimi qalır. Birinci kəsrin surətindəki ifadəyə bir dənə fikir versə, 4 üstəgəl 2 kök altı 3 yazmışdı biz neydi o? 2 qat radikal keçmişdi. A üstəgələ 2 kök altında B olanda elə M və N ədədləri tapırdıq ki, bu kök altında M üstəgəl kök altında N'in kvadratı olurdu. Və bu M ilə N deməli M'in N'ə vuranda 3 eləyirdi. M'in üstünə N gələndə 3 yox, B eləyirdi. M'in üstünə N A eləyirdi. M-i elə tapırdı. İndi burada 4 üstəgəl 2 kök altında 3 yazısında 2 dənə ədəd tapmalıyıq. Toplayanda 3 eləsin. Daha doğrusu vuranda 3 eləsin. Toplayanda 4 eləsin. Elə 3 ilə 1-dir. Onda 4 üstəgəl 2 kök altında 3 kök altında üstəgəl 3 üstəgəl 1-in mötərizə kvadratıdır. Vurulsun kök altında 3 çıxılsın 1. İndi uşaqlar kök altında 3 üstəgəl 1-in mötərizə kvadratı ilə məxrəcdəkinin biri ixtisar edir. Kvadratı 2 dənə də biri qalır. Məxrəc qalmadı. Qaldı kök altında 3 üstəgəl 1 vurulsun kök altında 3 çıxılsın 1. Və bu müxtəsər ümumiyyətinə görə kvadratlar fərqinin açılışıdır. Yəni kök altında 3-ün kvadratı çıxılsın 1-in kvadratının açılışıdır. 3-ün kvadratı 3 eləyir, 1-in kvadratı kök altında 3-ün kvadratı 3 eləyir, 1-in kvadratı 1, 3-dən də 1 çıxıram, cavab qalır 2. Bu şəkildə yaza bilir. Bu yuxarıda yazdığım düsturu köklər düsturun yadınıza salarsınız. Köklər dərsinə baxsaz 2 qat radikaldır. 11. A-3,4 və B8 nöqtələrindən bərabər məsafədə yerləşən nöqtənin koordinatını tapın. Əgər uşaqlar bu nöqtə bu ədəd nöqtələrdən bərabər məsafədə yerləşirsə, deməli, o nöqtələrin parçanın uc nöqtələri kimi düşünsək, A və B-ni parçanın uc nöqtələri kimi düşünsək, bu nöqtələrdən bərabər məsafədə yerləşən nöqtə düz parçanın orta nöqtəsi olacaq. Yəni, ədəd oxu çəkirəm. B8 nöqtəsi bura olsun.
A mənfi 3,4 nöqtəsi də bura olsun. İndi bu A və B nöqtələrindən bərabər məsafədə yerləşən nöqtə nə B-nin sağında ola bilməz, və bu tərəfdə ola bilməz, nə də A-nın solunda ola bilməz. Çünki A və B-dən eyni məsafədə yerləşməlidir. O hökmən A ilə B-nin arasında olmalıdır. Və A və B-dən eyni məsafədə yerləşirsə, düz o A və B-nin tən ortasına düşməlidir. Yəni C nöqtəsi AB parçasının orta nöqtəsi olacaq. Və parçanın orta nöqtəsinin koordinatını tapmaq üçün uclardakı nöqtənin koordinatlarını toplayıb bölmək lazımdır 2-yə. Mənfi 3,4 üstə gəl 8 bölünsün 2. Müxtəlif işarəli ədədləri toplayanda böyükdən kiçik çıxıb, modulca böyükdən, modulca kiçik çıxıb, modulca böyük olan işarəsi yazılır. 8-dən 3,4 çıxanda qalır. 8-dən 3 çıxıram 5, 5-dən də 0,4 çıxıram 4,6 bölünsün 2. Bu da bərabərdir. 2,3. Demək, doğru cavab olur E. Sonra 12. Baxaq uşaqlar. Ədədin yarısı onun 5də birindən neçə dəfə çoxdur? Fərz eləyək ki, ədəd olsun x. Deyir, ədədin yarısı, x-in yarısı olur x bölünsün 2. Yəni 2-də 1x. Bu oldu ədədin yarısı. Ədədin 5də biri isə olur 5də 1x. İndi deyir ki, yarısı 5də birindən neçə dəfə çoxdur? Yarısı 2də 1x, 5də biri də 5də 1x. İndi yarısının 5də birindən neçə dəfə çox olduğunu tapmaq istəyiriksə, həmən o yarısını 2də 1x-i bölməliyik 5də 1x-a. Kəsirləri bölmək üçün bölünən olduğu kimi qalır, bölən tərs vurulur. 2də 1x vurulsun. Bu x surətdə daxil. Olur bu 1x-da 5 olur. Elə ki, x surətdədir. Bu 2də 1x-in də x-i surətdədir. Bu x-lar ixtisara getdi. 2də 5 qaldı. 2də 5 də ki, 2,5 olmuş olur. Doğru cavab C. 13. Tənliyinin kökləri hasilini tap. Ya mən bu tənliyi həll eləməliyəm, köklərin ayrı-ayrı tapıb sonra vurmalıyam bir-birinə. Ya da mötərizələri vurub açıb, kvadrat tənliyi formasına gətirib, çevrilmiş kvadrat tənliyə gətirib, sərbəst həddini taparam və deyərəm ki, köklər hasili sərbəst hədd. Amma bunu həll eləmək daha rahatdır, çünki 2 dənə mötərizəni 5x çıxılsın 4x üstə gələn ona vurulmuşuq 0 eləyibsə, hasilin 0 olması vuruqlardan hər hansısa birinin 0 olmasıdır. Yəni, ya 5x çıxılsın 4 0-dır, ya da ki, x üstə gəl 10 0-dır. Vuruqlardan biri 0 olmalıdır ki, hasil 0 edəsin. Buradan 5x bərabərdir 4, x bərabərdir 5, 4 bölünsün 5. İkincidə də x bərabərdir 10-u sağa keçirdirəm, mənfi 10. Tapdım da birinci kök 5-də 4, ikinci kök mənfi 10. Kökləri hasilindir, x1 vurulsun, x2 bərabərdir 5-də 4 vurulsun, mənfi 10. Mənfi 10-dan 5 ixtisara gedir 5-ə, 2 qalır, mənfi 2 qalır, mənfi 2-ni də 4-ə vuranda mənfi 8 edir. Yəni bu tənliyin kökləri hasili mənfi 8-dir. Doğru cavabımız olur E. Sonra 14. Çoxbucaqlılar dərsini təzə keçmişik. 14-də deyir ki, cədvəldə çoxbucaqlının tərəfləri bir təpədən çıxan diaqonalların sayı və bütün diaqonalların sayı verilmişdir. Burada yazılıb ki, birinci sütunda yazılıb, tərəflər sayı 5-dir. Onda bir təpədən çıxan diaqonalların sayına nə demişdi? N çıxılsın 3. Onda tərəfin sayı 5-dirsə, bunun bir təpəsinə 2 diaqonal çıxır. Yəni, tapmış olduq ki, M2-dir. A nədir?
Diagonallar sayı. Yəni tərəfi diagonallar sayı nə idi? N vurulsun n minus 3 bölünsün 2. N'i də verib də yuxarıda tərəf sayı 5'dir. 5 vurulsun, 5 çıxılsın, 3 bölünsün 2. Bu da eləyir. Elə 5 eləyir də. 5-dən 3 çıxanda 2, 2 ilə qısa gedir 5. Demək A-nı da tapdım 5. Sonra keçdi ikinci sütuna, bura, bu birinci sütun. İkinci sütunda bir təpədən çıxan diagonalların sayını 7 verib. Əgər bir təpədən 7 diagonal çıxırsa, bunun tərəflərinin sayı 10'dur. Çünki n çıxı 3 daxı 3 əsliyi iləndir. Onda n'i də tapmış oldum 10. Qaldı B. B bütün diagonalların sayıdır. 10 vurulsun, 10 çıxılsın 3, bölünsün 2. Bu da eləyir 35. Yəni 10'dan 2 gedir 5 qalır, 10'dan 7 çıxanda 35. Bu da oldu nə? B. B də oldu 35. Bizdən soruşur ki, AN üstəgəl BM cəmini tapın. AN üstəgəl BM. Aha, A 5, N 10. AN eləyəcək 5 vur 10, 50 üstəgəl. BM, M2, B də 35. 2 dəfə 35'in 70. 50'nin üstündən 70, 120. Doğru cavab olmuş olur. E bəndi. 15. Düz bucaqlı üç bucaqda iti bucağın qarşısında duran katetin hipotenuza nisbəti bu bucağın sinusu olurdu. İti bucağa bitişik katetin hipotenuza nisbəti bu bucağın kosinusu olurdu. Və düz bucaqlı üç bucaqda iti bucağın qarşısındakı katetin iti bucağa bitişik katete nisbəti bu bucağın tangesi olurdu. Tutaq ki, bu olsun S, A, B. Düz bucaqlı üç bucaq olsun. Yazıb ki, iti bucağının tangesi 5'də 12. Tutaq ki, iti bucağı götürək A-nı. Baba, A bucağının tangesini nətər tapırdıq? A-nın qarşısında duran katetin A-ya bitişik olan katete nisbəti. Yəni, bitişik olan budur. A bucağına bitişik olan katet budur. A bucağının qarşısında duran katet budur. Demiş ki, qarşı katetin bitişik katetin nisbəti bu bucağın tangesini verir. Yəni, tangens bucaq A bərabərdir 12'nin 5'ə nisbəti. Yəni, bura olur 12K, BS kateti 12K olur, AC kateti olur 5K. Onda hipotenüs 13K olur Pifagor teoreminə görə. Yazıb, daxilinə çəkilmiş çevrən radiusu 14 olarsa, bu düz bucaqlı üç bucağın hipotenuzunu tapın. Mən K-nı tapsam, vuraram 13'ə, hipotenuzu taparam. Daxilinə çəkilmiş çevrən radiusu necə idi? A üstəgəl B çıxılsın C, bölünsün 2. Katetləri toplu hipotenuzu çıxıb 2'yə böləndə biz bunun daxilinə çəkilmiş çevrən radiusunu tapırdıq. O da 14'dür. A və B katetlərdir. C hipotenuz 2, katetin biri 12, üstəgəl 5. K'larını da yazırıq. Çıxılsın 13K bərabərdir 14. Surət eləyir 4K bərabərdir. 2 də vurulur 14'ə 28. K bərabərdir 7. K'nı 7 tapdım. Hipotenuzu 13K demişəm. Onda olur 13 vurulsun 7. 7 dəfə üçün 21. 2 yadda 7 dəfə 7. 91 olmuş olur cavab. 15-ci sual belə. Sonra 16-cı sual. X kvadratı üstəgəl m üstəgəl 2 vurulsun x üstəgəl n çıxılsın 1 bərabər 0 kvadrat tənliyinin kökləri bərabərdir. Və m çıxılsın n mənfi 6 olarsa m'in müsbət qiymətini tapın. Deməli, m'dən n-i çıxanda mənfi 6 qalıb. M'in müsbət qiymətini soruşur. Kökləri bərabərdir. Kökləri bərabərdirsə, uşaqlar, kvadrat tənliyin diskriminantı 0 olmalıdır. Biz bunu bilirik. Yəni, B-nin kvadratı çıxılsın 4AC bərabər olmalıdır 0'a.
B nədir burada? İkinci əmsaldır da. İkinci əmsal m üstəgəl 2-dir. Sərbəst həddə n çıx 1-dir. Baş əmsalda 1-dir. Yəni A1-dir. Yəni m üstəgəl 2-nin mötərizə kvadratı B-nin yerinə yazırıq. Çıxılsın 4 vurulsun A, yəni 1 vurulsun C. Sərbəst həddə n çıxılsın 1 bərabər olmalıdır 0-a. M-in kvadratı üstəgəl 4m üstəgəl 4 belə açılır da m üstəgəl 2-nin kvadratı. Çıxılsın 4 vurulsun 1 4 edir. Onu da mötərizəyə vuramda 4n. Mənfi 4-ü mənfi 1-ə vuramda üstəgəl 4 bərabərdir 0. M-in kvadratı üstəgəl 4m çıxılsın 4n. Bu 4-lər ikisi oxşardır. Üstəgəl 8 bərabər 0 yazın. M-in kvadratı üstəgəl 4-ü ortaq vurub çıxarsam bu 2 dənə m-lə n-dən mötərizə m çıx n qalır. Üstəgəl 8 bərabər 0. Baxın, yuxarıda m çıx n-i mənfi 6 vermişdi. Gətirib burada yerinə qoysam təkcə m qalacaq. M kvadratı üstəgəl 4 vurulsun mənfi 6 yazacağım m çıx n-in yerinə. Üstəgəl 8 bərabər 0. M-in kvadratı 4-ü mənfi 6-ya varanda mənfi 24 edəndə çıx 24 üstəgəl 8 bərabər 0. M-in kvadratı mənfi 24-ün üstə 8 gələndə mənfi 16 bərabərdir 0. M-in kvadratı bərabər 16-nı sağa keçirim. 16 kvadratı 16 ise m plus minus 4 edir. Bizdən m-in müsbət qiymətini soruşduğuna görə cavabımızı götürürük 4. Doğru cavab oldu 4. Bu da maraqlı məsələdir. Yəni diskriminant sıfıra bərabər olunur, onun kökləri bərabər olur. O qaydadan istifadə edilir və nəticə alınmış oldu. 17. 5x üstü n çıx 4 vurulsun y üstü m çıx 3 bir həddisinin qüvvəti 17-dir. Uşaqlar, bir həddinin qüvvəti onun dəyişənlərin qüvvət üstləri cəminə deyilirdi. Məsələn 6x kvadratı y kubu z üstü 5 bir həddisinin qüvvəti və yaxud da dərəcəsi də deyirlər də. Qüvvəti nədir? 2 üstəgəl 3 üstəgəl 5. Qüvvəti 10-dur bunun. İndi 5x üstü n çıx 4 y üstü m çıx 3 bir həddisinin qüvvəti 17-dirsə, onda n çıx 4 o üstlərini toplayırıq da. Üstəgəl m çıx 3 cəmi, bunların cəmi 17 olmalıdır. Mötərizələrə açsam n çıx 4 olduğu kimi açılır. N çıx 4 m çıxılsın 3 bərabərdir 17. N üstəgəl m-i saxlayıram. 4 ilə 3-ü sağa keçirsəm hər ikisi müsbət kimi keçir. Çünki solda mənfidirlər. 7-dir. 7-nin üstünə 17 elədi 24. İndi aşağıdakı bir həddinin qüvvətini tapın deyir. Gəlin tapaq. Onun qüvvətini tapmaq üçün yenə hərflərin üstü toplanmalıdır. 15 çıxılsın n üstəgəl 20 çıxılsın m bərabərdir. 15-in üstü 20 35 çıxılsın n çıxılsın m olur. Sonra 35 çıxılsın n ilə m-i mötərizənin içərisinə salsam n üstəgəl m olmuş olacaq və n üstəgəl m 24 olduğuna görə 35 çıxılsın 24 bərabərdir 11 tapmış olacağım verilmiş ifadənin qüvvəti. Tardı. Sonra 18. İfadəsinin ala biləcəyi mümkün qiyməti tap. Burada biz uşaqlar kökün altında bir ifadə görürük və kökün dərəcəsi cütdür. Yəni hesabı kvadrat kökdür. Onda belə nəticə çıxır ki, bu kökün altındakı ifadənin cavabı mənfi ola bilməz. Ya 0 olmalıdır, ya müsbət olmalıdır ki, bunun mənası olsun. İndi siz bir dənə kökün altındakı ifadəyə baxın. Mən oradan mənfini mötərizə xaricdən çıxarıb, onu mötərizə içərisində yazsam, o zaman x kvadrat çıxılsın 6x üstəgəl 9. Mənfini mötərizə çıxartdığıma görə, xaricdən çıxartdığıma görə işarələri dəyişdi. İndi bir dənə diqqətlə fikir versəz, bu bizə nə verir? Mənfi kökün altında x çıxılsın 3-ün mötərizə kvadratı olmuş olur. İndi uşaqlar, x çıxılsın 3-ün mötərizə kvadratı. Əgər bir ədədin kvadratı biz bilirik ki, mənfi eləyə bilməz, ya 0 eləməlidir, ya müsbət eləməlidir.
Əgər bu x çıxılsın 3 ifadəsinin kvadratı müsbət neçəsə eləsə, qarşısında bir mənfi işarəsi olduğuna görə bunun cavabı mənfi eləyəcək və kök altının mənası olmayacaq. Bu yalnız o vaxt mənalı olur ki, gərək ki, mən x-in yerinə 3 yazam ki, 3-dən 3 çıxanda 0 qalsın və 0-ın da işarəsi olmadığına görə kök çıxsın. Məsələn, mən x-in yerinə 4 yazmış olsam, 4-dən 3 çıxsam 1, 1-in kvadratı 1 eləyir, qarşıda bir mənfi var. Bu mənfi 1 eləyir və mənası olmur. Yalnız və yalnız bunun x bərabərdə 0 olanda mənası, x bərabərdir 3 olanda mənası var. Çünki 3 yazanda mötərizədən isə 0 eləyir, 0-dan kök çıxır. Yəni x-in qiyməti 3-dür. Başqa qiymət ala bilməz. Ona görə bu ifadədə x-in yerinə biz yalnız, bax, altına xətt çəkir. Bu ifadədə x-in yerinə yalnız 3 yaza bilər. Və 3 yazanda kökün cavabı 0 elədi. Qaldı o birisini hesablayaq da 2 vurulsun 3-ün kvadratı, üstə gəl 4 vurulsun 3, çıxılsın 12. 3-ün kvadratı 9, 9 dəfə 18, üstə gəl 12, çıxılsın 12, 12-lər getdi, cavab oldu 18. Doğru cavab 18 olmuş oldu. Sonra keçdik 19-a. Tənizlər sisteminin sonsuz sayda həlli olarsa A vurulsun B-ni tapın. Tənizlər sisteminin sonsuz sayda həlli o deməkdir ki, A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbəti, C1-in C2-yə nisbəti bir-birinə bərabər olan halda tənizlər sisteminin sonsuz sayda həlli olur. İndi burada x-in əmsalı A1-dir, x-in əmsalı 1-dir. 1-in A-ya nisbəti bərabər olmalıdır 3-ün B-yə nisbəti, o da bərabər olmalıdır 2-nin 6-ya nisbəti. Burada yəni x-in əmsalı 1-dir. 1-1, A-da 1 ilə 6-da 2-ni bir tənasüb həll edəcəm. Sonra B-də 3 ilə 6-da 2-ni bir tənasüb kimi həll edeyim. A-nı B-ni ayrıca tapa bilərəm. Demək, bu A-da 1 ilə 6-da 2-ni çarpaz vursam, 2A bərabərdir 6 vurulsun 1, A bərabər 3. Sonra 2B bərabərdir 6 vurulsun 3, B bərabərdir 9. B-ni tapdım, A-nı tapdım. A vur B olacaq, 3 vurulsun 9. Doğru cavab 27. 20. İfadəsinin qiymətini tapın deyir. Burada əsaslar eyni deyil. Əsaslar eyni olsaydı, əsası olduğu kimi saxlayardıq, vuranda üstləri toplayardıq. Amma burada əsaslar eyni deyil. Onda nə edək? Başqa bir şey fikirləşək. 6-nın əvəzinə 2 vur 3 yaza bilərəm. Onda 6 2 vur 3-dürsə, 6 üstü 2-də 3 olacaq. 2 üstü 2-də 3 vurulsun 3 üstü 2-də 3. Vurulsun 2 üstü mənfi 2-də 1, vurulsun 3 üstü 1,5-də 2-də 3 deməkdir. Onu da adi kəsirlə yaz. Sonra nə edərəm? Əsasları eyni olanları bir-birinə qruplaşdırıb vuraram. İndi 2 üstü 2-də 3 ilə 2 üstü mənfi 2-də 1-i vuranda olacaq 2 üstü 2-də 3, üstə gəl mənfi 2-də 1 vuranda əsas olduğu kimi qal, üstlər toplanır. O birisi də olacaq 3 üstü 2-də 3, üstə gəl 2-də 3 bərabərdir. İndi 2-də 3-ün üstünə mənfi 2-də 1 gələndə eləyəcək 2-də 2, 2-də 2-də 1-dir, olacaq 2 üstü 1, yəni 2 vurulsun. Bu birisi də 3 üstü 2-də 3 ilə 2-də 3-ü toplayanda 2-də 6 eləyir, 2-də 6 da elə 3 deməkdir. Bu da oldu 2 vurulsun 3-ün kubu 27, doğru cavab olur 54. Bu şəkildə yazdım. Yəni A vurulsun B üstü N bərabərdir A üstü N, vurulsun B üstü N var. Hasilin qüvvəti. Elə bir ki 6 üstü 2-də 3-ün əvəzinə mən 6-ın əvəzinə 2 vur 3 yazıram. Üstü 2-də 3 yazıram və hasili qüvvətə yüksəltmək üçün hər bir vuruğu həmin qüvvətə yüksəltmiş oluram. Bax, bundan həll eləmiş oldum. Sonra 21. A çoxluğun verib, B çoxluğun verib, C çoxluğun verib, A-nın B ilə C-nin birləşməsi ilə fərqini tap. A çoxluğunu yazıram bura. A, B, C, D,
M, N, K, Y. B'ni verip bir de S'ni verip B ile S'ni birleştirirsen birleştirende bir yere yazılır da elementler. Sadece tekrarlanan elementler bir defa yazılır. Demek K yazacağım. F yazacağım, S yazacağım, D yazacağım, M, N. Birləşəndə belə olur da. M, N 2 dəfə olmağına baxmayaraq bir dəfə yazdım, kifayət edir. İndi mən A-dan elə bir ki, B ilə S-nin birləşməsini çıxacağam. Yəni A ilə B ilə S-nin fərqi. Yəni A-da olsun, B ilə S-nin birləşməsində olmasın. Nədir? Elə A olacaq. Çünki yoxdur burada. B də olacaq. S yox. Çünki S var. D də olmayacaq. M'dir, N'dir, K'dır. Bunlar hamısı B ilə S-nin birləşməsinin olduğuna götürülür. Bir də E. Deyir A'nın B və S-nin birləşməsi ilə fərqi 3 dənə oldu da, 3 element oldu. Bizdən sayını soruşur. Cavab olacaq 3. Sonra 22. A'da 2, üstə gəl. B'də 3, bərabərdir 9 verib. A'da 4A, üstə gəl 6, üstə gəl. B'də 3B, üstə gəl 9 ifadəsinin qiymətini tap. Bizə sadəcə A-da 2 üstə gəl, B-də 3-ün 9 olduğunu verib, amma bir başqa bir ifadənin qiymətini tapmaq tələb olunur. Düşünək görək burada biz nə edə bilərik ki, yəni aşağıdakı ifadədən hansısa çevirmələr aparmalıyam və yaxud da hər ikisində hansısa çevirmələr aparmalıyam ki, A-da 2 üstə gəl, B-də 3 yazısını tapmalıyam ki, yəni ona oxşar bir ifadə tapmalıyam ki, onun qiymətini gətirib yerinə qoya bilim. Aşağıda verilən, soruşulan ifadədə mən kəsirləri ayrı-ayrı məxrəcdə yazacağam. A-da 4A, üstə gəl, A-da 6. O birində B-də 3B, üstə gəl, B-də 9 yazsam. A-lar ixtisara gedəcək, nə qalacaq? 4, üstə gəl, A-da 6. Üstə gəl, B-lər ixtisara getsə 3, üstə gəl, B-də 9. 4 ilə 3 oxşardır. 7 üstə gəl, A-da 6, üstə gəl, B-də 9 ifadəsini aldım. A-da 6, B-də 9 burada verilib. A-da 2, B-də 3. 6, 9, 2, 3 əlaqəsi var da, biz bunu bir veriləni hər tərəfin 3-ə vursaq, elə bir ki, bunun solunda, sağında 3-ə vuracaq. Surətə vurulacaq. A-da 6 olacaq, paylama xassəsini. O birisi də B-də 9 olacaq. Bu da 27 olacaq. Demək, A-da 6 ilə B-də 9-un cəmi 27-dir. Gətirib aşağıda yerinə qoysaq. Neçə olacaq? 7 üstə gəl, 27. Bərabərdir 34. Doğru cavab olmuş olacaq 34. Sonra 23. Demək 34 keçdik 23-cü məsələyə. X kvadratı üstə gəl, A çıxılsın 3, vurulsun X çıxılsın 3 bərabər 0. X kvadratı üstə gəl, 9 bölünsün X kvadratı bərabərdir 22. Olarsa A parametrinin qiymətləri cəmini tapın. Yəni biz A-nın yerinə hansı qiymətləri yazsa bu münasibətlər doğru olar soruşur. Burada görək nə edə bilərik? Aşağıdakında x kvadratı nəyin kvadratıdır? X-in. X kvadratına 9 isə x-də 3-ün kvadratıdır. Birinci ifadəmiz bu, ikinci ifadəmiz bu olsa, birincinin ikinciyə hasilinin 2 misli, birincinin ikinciyə vursa, x-lar ixtisar geçir, 3 qalacaq, 2 misli 6.
Gəlin hər iki tərəfə 6-nı əlavə eləyək. X kvadrat üstə gəl 6 üstə gəl 9 bölü x kvadratı bərabərdir 22 üstə gəl 6. Və biz bura 6 əlavə edəndə o 6 birinci, ikinci yazısının 2 müslü oldu. Bu bizə x üstə gəl x-də 3-ün mötərizə kvadratını verir. Bərabərdir 28 yazmış olsaq. Buradan hansı nəticə çıxır? Gəlin bu veriləni də nəsə bir çevirmə aparaq. Görək nəsə eləyə biləcək burada. X kvadratı üstə gəl a çıxılsın 3x bərabərdir 3 yazsam. 3'ü sağa keçirsəm. X-i ortaya vuruq çıxarsaq nə olar? X plus a minus 3 bərabərdir 3. X plus a minus 3 bərabərdir 3 bölünsün x. Hər tərəf x-a bölərəm. Sonra a çıxılsın 3'ü saxlasam. 3 bölünsün x minus x. Bu şəkildə yazdım. Onda birinci yazdığımızı 2 ifadə cəminin kvadratı yox, fərqin kvadratı yazacaq uşaqlar. Çünki 3 bölü 2 çıx x oldu axı. Burada hər tərəfdən 6 çıxaq. X kvadratı çıx 6 üstə gəl 9 bölü x kvadratı bərabərdir 22 çıxılsın 6. Bu bizə x çıx 3 bölü x-in mötərizə kvadratı bərabər 16 vermiş olacaq. Burada mötərizənin kvadratı olduğuna görə onu 3 bölü x minus x-də yazsam kvadratı dəyişmirdi 16. Və 3 bölü x minus x a çıx 3-də axı gətirib bura yerinə qoysam a çıxılsın 3-ün mötərizə kvadratı bərabər 16 olmuş olacaq. Yəni bildiniz də hardan gəldi bu? Sağ tərəfdə burada görürsünüz 3 bölü x a çıx 3-dür. Gətirdim burada yerinə qoydum. Kvadratı 16-dırsa a çıxılsın 3 ya 4-dür ya da ki mənfi 4-dür. Buradan a bərabərdir 7, a bərabərdir mənfi 4 üstə gəl 3, a bərabərdir mənfi 1. Köklər 2 dənə a tapdım. Biri 7, bir də mənfi 1. Qiymətləri cəmini soruşur. 7-nin üstünə mənfi 1 gələndə doğru cavab olmuş olur 6. Bu neçənci sual idi? 23-cü sualın cavabı 6. Burada biz nə eləmiş olduq? Həm veriləni, yəni burada elə bir ki 2 dənə verilən var idi. Hər ikisinin üzərində müəyyən çevirmələr aparmalı olduq. Maraqlı məsələdir. Bunu diqqətdən kənarda qoymayın. Sonra 24. Verilmiş çevrədə AB çevrəyə toxunan, AD isə kəsəndir. CD 15, CM 6, BM bərabər 6 MY olarsa, AC də 4 MY olarsa AB-ni tap. Gəlin şəkli çəkək. CD 15. Deməli, C-dən D-yə qədər 15-dir, C-dən M-ə qədər 6-dır. Deməli, CD 15, CM 6-dırsa uşaqlar. C-dən D-yə, deməli, bütöv 15-dir. C-dən M 6-dırsa, onda mən bura 6 yazsam, bura 9 olacaq. Bunu tapdım. Sonra CM, BM 6MY. BM, bu, bax, BM. 6 MY'dir. Onda mən MY'yə x desəm, CM 6x olacaq. Bunu da bildik. AC də 4 MY'dir.
MY-yə x demişəmsə, AC olacaq 4x. Bunu da yadda saxlayaq. 4 qat. Gəlin x-i tapaq uşaqlar. Vətərlərin kəsilməsinə görə bir düstur var idi. Deməli, 6x vurulsun x bərabərdir 6 vurulsun 9. Hər tərəfdən 6'lar attım getdi. X kvadratı bərabər 9. X bərabərdir 3. X-i tapdım 3. Onda AC olacaq 12. Buradakı 15'dir da bütöv. Bizdən AB-ni soruşur. Düstura görə toxunanın kvadratı bərabər idi. Keçmiş ya. Toxunanın kvadratı bərabərdir, AB-nin kvadratı bərabərdir. Kəsənin çevrədən xaricdə qalan hissəsi vurulsun kəsənin özü. Yəni bu AC-ni vururduq kəsənin özünə. Demək AB kvadratı bərabərdir. AC neçədir? 12 vurulsun. Kəsənin özü neçə edir? 15, 12 o da 15, 27. AB kvadratı bərabərdir. 12 vurulsun, 27'ni 3 vurulsun, 9 yazıram. AB kvadratı bərabərdir. 12'nin sonuna 36 vurulsun, 9. AB olur, kök altında 36 vurulsun, 9. AB bərabərdir. 36'dan 6 çıxır, 9'dan 3, 6 9'un 54. Doğru cavabımız olur 54. Yoxsa biz düz eləmədik. 6 dəfə 3'ün neçə edir? 18. 54 niyə elədik ki? 6 dəfə 3 18. Sonra 25-ci sual hanı? Yaşları 6, 9 və 12 olan 3 qardaş 91 manat pulu öz aralarında yaşlarına tərs mütənasib olaraq böldülər. Böyük qardaşa neçə manat düşdü? Əgər uşaqlar bu pulu öz aralarında tərs mütənasib bölürlərsə, deməli böyük qardaşa az pul düşəcək, kiçik qardaşa çox pul düşəcək. Və tərs mütənasib böləndə, deməli birinci 6'da 1x olacaq, o biri 9'da 1x, o biri də 12'də 1x. Yəni k deyirdik, x, k fərqi yoxdur da. Düz mütənasib olanda 6k, 9k, 12k deyirdik. Tərs mütənasibdə bunların tərslərin yenə də düz mütənasibdə olduğu kimi bölürük. 6, 9, 12'ye ortaq məxrəc 36'dır. Birincini 6'ya vururam. 36'da 6. K deyək də. O birisi 4'ə vururam. 36'da 4K. O da 3'ə vururam. 36'da 3K. Bərabərdir 91. 36'da 13K. Bərabərdir 91. K-nı tapmaq üçün 91'i böləcəm 36'da 13'ə. O da 91 vurulsun 13'də 36. 91'dən 10 çıxsaydı 7 qalır. 7'nin 36'ya vurulsun. 7 dəfə 6, 42. 4 yadda. 7 dəfə 3'ün 21, 25. 252. K-nı tapdım 252. Deyir ki, böyük qardaşa neçə manat pul düşər? Böyük qardaşın 12 yaşı var və ona 12'də 1K demişdim. Demək 252'ni vuracam 12'də 1'ə. 252'də 12'yə ixtisar gedir. 25'də 2 dəfə qalır 24 1, 12'də 12 bir dəfə. 21 manat böyük qardaşa pul düşmüş olacaq. 21 ona 252 tapmışıq da. 252'ni 6'ya böləndə 25'də 4 dəfə, 4 dəfə 24, 25'dən 24 1, 12, 12'dən 2 42 manat, 21 manat, 42 manat. Bir də 252'ni 9'a böləndə 25'də 2 dəfə 18, 72'də 8. Deməli 21 manat, 28 manat, 42 manat bu şəkildə düşür. Toplayanda da 42, 28, 60, 70, 91 manat edir cəmsi. Düz olur. Və bizə soruşur ki, böyük qardaşa neçə manat pul düşər? Burada yaşları 6, 9, 12 isə böyük qardaşın 12 yaşı var. Tərs mütənasib böldüklərinə görə böyük qardaşa az pul düşür. Ona görə də böyük qardaşa 21 manat pul düşür və böyük qardaşa 12'də 1 demişdim. O da 12'də 1'i 252'ye vuranda doğru cavab edir 21 manat.